Dostlarımıza salamlar, ben Qabil. Bugün sizlerle birlikte yeni bir videoyla tekrar karşınızdayım. Fenerbahçe kariyeri ilə. Dostlar, neçə gündür kariyer atanmırdım. Fenerbahçe kariyeri. Bugün videosunu atacağım. Bildiğiniz kimi geçen bölüm Şampiyonlar Ligi'nde 16 turuna kalmıştık. Rəqibimiz Atletico Bilbao. Bilbao olmuştu ve 1-0 ilk maçda uduzmuşduq. İndi cavab oyununa çıxacağıq. O 4-cü sezona keçəcəyik bu bölüm. Mütləq ki. Buradan sizə Atletico Bilbao maçını keçək. Şampiyonlar Ligi'ndə davam eləyə biləcəyik, ələnəcəyik. Hamısı bu bölümdə bilinəcək. Bizim ama Bilbao'dan kadromuz güclüydü. Amma heyif bir gol atanmadıq. Şampiyonlar Ligi'ndən ələndik. Galatasaray da ələnib. Bizə lig vacibdir dostlar. Ligi kazana bilsək, direkt olarak Şampiyonlar Liginə çıxa biləcəyik. Galatasarayla xallar eynidir. Gol fərqi ilə Galatasaray öndədir. Şampiyon olub direkt Şampiyonlar Liginə çıxmaq daha yaxşı olar məncə. Galatasaray bərabər qalıb Trabzondan və biz birinciyik 2 xalla. Burada Konferans Ligi maçlar. Teknik direktör xəbər gətirib. Hindistan. Bunlar çox 65 diyor ama bax olar. Bunlar üzək qocadır. Bunu götürmək olar. Bu 82-yə zadacan gəlişər. Götürürsək dəqiqə baxım. Bu götürək zat gəlsə satarıq. Bu sefer işe yarayıb teknik direktör ərəb oyuncu gətirib. 740 verək. Qəbul elədi. Və ilk 11'imizdə qolda dursun. Bunu satacağım dostlar, bu 62'liyi. Bu gəlişmir heç. Demək, Salahı bu arada kiralamışıq. Deyəsən bu sezonun axırına deyəsən, nə elədir deyəsən. Buradan bunu koyduk. Ekran kaydım belə. Eyüp'e karşı 5-1 utduq. Galatasaray da udub. Bax, bərabərə qalmalı yox indi biz takımlarla. Pis oldu bu. En-Nesyri'ni görməyi. Kırmızı kart. Buna koydum. Kimciydi En-Nesyri'nin yerine? Başakşehir'e karşı. Yo, En-Nesyri görmüyor. Başka oyuncumuz görüyor. 2 surutluq yaxşı ki. Gol bırakmamışıq. Galatasaray tutub. Biz direkt şampiyon olsaq yaxşı olacaq. Yüksəlsək direkt. Bu görünmüş. Bunu da belə koyduq. Koyduq yeri vəsəd. Çox biz. Yo, yaxşıdır. Və sıradakı maçımız Gaziantep'e karşı. Mesela şampiyonluq maçı bu. Oy bulat. Fisoda şampiyonluq getdi əlimizdən. Çıxdı əlimizdən. 4 maç qala gördünüz dostlar olanı. Sizin mən takım ağzınıza nə deyim bilmirəm. Gaziantep bizlə eyni takımdır. Adamların bir də oynatdığı oyunculara bax, ölkələrinə bax. İnkişaf eləməyən ölkə futboldular da. Biz bunları uduzuruq. Bir dənə bizim kadromuzun dəyərinə baxın dostlar. 300 milyon dəyər var. 400 milyona çox bir şey qalmayıb. Gedib uduzuruq 20 minlik Gaziantep'e. Sonra şikayət edir ki, Şampiyonlar Liginə çıxamırıq. Çıxamarıq da ligdə kümə düşən takımlarla zadla bərabərə qaldıq. Gaziantep 7-cidir. Biz gör hansı takımdan bərabərə qaldıq. Getdi də tam şampiyonluq demək olar. Galatasaray göz daha uduzar. Getdi şampiyonluqda. Sözü Galatasaray şampiyonluğunu ilan edəcək. 3 maç qalıb. Galatasaray dayandırmaq olacaq da. Bəbırçılıq nəticə oldu Gaziantep maçı.
Все, Kasımpaşa Galatasaray eğer Gaziantep Galatasaray olsa ya beraber kalsa biz götürdük belki de kubuk ama 100% biz yine de getdik düzdür. Şampiyon Galatasaray demək olar ki, bizə də kubuk xəbəri gəldi amma Tayyiplə yox da. Galatasaray Göztepe ilə oynayır. Gaziantep maçı bizim pok qoydu bütün işimizə. Şampiyonluq işimizi elə bir götürdü, poku qoydu ora. Все, Galatasaray şampiyon. Yox dostlar, 300 milyonlik kadro dəyərimiz var. Gedib dozuruq 9-cu, 7-ci Gaziantep'e. Ama Galatasaray o takım 3 vurudur rahatlıqla. Yine ön eləmədən başlayacaq Şampiyonlar Liginə. Kubuku Galatasaray alıb 7-0 nə edə Beşiktaşa. Ha gözlü şampiyonlar, ha gözlü şampiyonlar. Bəbırçılıq nəticələrlə oynayırıq. Bu nədir? 4-cü sezondayıq dostlar. Yine 4-cü sezona qaldı iş. Yine Şampiyonlar Liginə eləmələrdən başlayacaq. Hamısı niyə bu takımın üzündən? Gəlişmir qardaş, Şampiyonlar Liginə çıxamır elə bir. Bunlar da bir oyuncuya nə qədər təklif göndərirlər, satmırıq da. Əvvəlki takımlar təklif eləmirdilər. Bunu da satmayacağım. Kadroda hiçbir değişikliği olmadı dostlar. Kubuk maçı yine. Beşiktaş'a karşı. 3-0 Galatasaray tutup. Osimhen nerede Galatasaray'dadır? Ha. Buradan dostlar size transferleri gösterək. City Liverpool oyuncu satıp. Yan Koyus'ta satıp. Yunan oyuncu Southampton'a geçip. Sporting'den. Real Madrid oyuncu alıp. Flamingo zat. Bizler size dostlar bizden transfer xəbərləri göstərim sizə. Beşiktaş oyuncu satıp 600 milyona 600 doları. Burada böyle takımların transferi hakkında. Galatasaray Bodrum'a satıp 790K'ya. Başakşehir transfer edip. Bizi burada milyonluq transferlerdi. Atalanta'dan kimdi garip bura? İtalyandı. Ha, ilk 11'de de oynuyor. Beşiktaş oyuncu transfer edip Fransa'dan. Galatasaray oyuncu satıp Fransa'ya. İngiltere'den transfer edip Galatasaray'a 2 tane. Fiorentina'ya oyuncu satıp ve 9 milyon da belə. Biz hələ ki transfer eləməmişik. Bu texnik direktörü göre bize bu sezonda mövqeyesine lazımdı. Sen bize tap. CB mövqeyesine git. Ana texnik direktör. Ha git orada gör orada kimler tapabilsən. Bize Galatasaray maçını oynayaq. Final. Axırı tuta bildik. Kerem'in goluyla. Kubuk bizim oldu. Ve lig başladı. Rize'ye karşı ilk oyunumuz bizim. Rize evlə kadro değeri çok olmayan takımdı. 2-0 utdu. Galatasaray 7 vurdu Balanya. Ne oldu be? Şimdi biz Alanya'dan oynayırıq. Biz de 3-0 utduq. Galatasaray yine başlar başlamaz birinciliği götürdü. Başakşehir'le oynayır Galatasaray.
Biz tutduq, Alanya tutub, Qarsaray tutub. Nə kubok maçlar oynadı. Və PAOK gəldi 3-cü eləmədə. PAOK-u məncə keçə bilərik, yenə Şampionlar Liqinə qala bilərik. O da onların evində bərabərə bitdi maç. Başakşehir'e qarşı. Trabzon bir dənə də Galatasaray ilə bərabərə saxlasın, yaxşı olar. Yenə saxladı, qəşəng Trabzon bərabərə qalıb Galatasaray ilə. Və ilk birdik. Kümə düşənlər bunlardır dostlar. Hatay da kümədədir. Və evimizdə PAOK-u qəbul edirik. Evlə güclü takım deyirlər. Keçdik. Playoff'lara qaldıq. Playoff'da rəqibimiz kim olacaq görəsən? Bunlar oldu Çekiya təmsilçisi. Bunlar opsində də olmuşdu, amma Japon oynadır. O Japonu alıb sata bilərik. Onun yerinə qəşəng şey eləyəcək. Dostlar, bildiyiniz kimi videonun kralı odur. Japon oynadanlardan götürürük, Japonu satırıq. Oradan qalan pul da bizə qalır. Videonun kralı odur. Japon oyuncu oynadamazlar. Trabzon'a qarşı. 1-0 utduq qəşəng. Beşiktaş tutub, Galatasaray tutub. Hatay xalın qazanamayıb ki. Və gəldi o maç. O Rübeyi versən bizə 72'liyi. Daha dostlar. Onun yerinə buradan 21 milyon götürək. Çünki baxma, elə vaxt satmırlar. 4.3 sattılar. Getdi bu da Almanya'ya. Dostlar, indi əlimizdə var 24.000 bütçə. Bizə 79 üssü amı lazımdır. Salah olsa hələ də bizdədir. Amı. Yüksək bir dənə amı götürək. Buradan gəldik. 24 milyonu zada şey. Manchester bunu satdı bizə. Satmadı. Burada oyuncu da transfer kiralaya bilər əslində dostlar. Bu Fermini kiralamaq olar Barcelonadan. Gələn sezonadan deyir 28 milyon, amma bu sezon 12 milyona satır. Ya da dostlar, buradan 22 yaşlı götürək. Gəlişən olsun. PSV-də oynayır, pulumuz çatmayacaq. Şey olsa dostlar, Fermini bəlkə kiraladıq. Burada bizə cavan oyuncu lazımdır. 27 yaş, 25 yaş. Bunlara çatmır dostlar. Fermini kiralayaq. Fermin Lopez'i. Yo, Barça bunu bu dördü. Fermin Lopez. Hani o Fermin Lopez? Dostlar, bir dəqiqə. Və dostlar, buradan buradaydı deyəsən, hə. 28 min edib gələn sezonacan kiralaya bilərik. Elə eləyək dostlar. 28 min edib dostlar, bu sezonun sezonun axırınacan kiralayarıq. Salahı da eləmişdim. Hadi bir dənə Şampionlar Liginə qatılsıq, qəşəng bütçə gəlir. 2-0 utduq qəşəng. Samsun'a qarşı. (2-0) qəşəng. Qarsaray tutub, Alanya tutub. Beşiktaş tutub. Və Qızıl Yıldız. Bu maçı keçək. Görək qala biləcək Şampionlar Liginə. Bəli, Şampionlar Ligində təzədən Fenerbahçe. 2 sezon dayanmadan Şampionlar Liginə qaldıq. Rəqiblərimiz Marsilya, Manchester City, Roma, Aston Villa, Zagreb,
Ajax, Barcelona. Çox qəşəng rəqiblər gəldi. Çox qəşəng rəqiblər gəldi. Kubok maçıdır, bunu keçək. Surutduq. Gençlər Birliyinə qarşı. Galatasaray tutub. Bunları tutduq. Birinciliyi vermirik ligdə, 8-ə 8-dən gedirik. Hataya qarşı. 4-0. Galatasaray bərabərə qalıb qəşəng. Bu işimizə yaradı. Yenə gəldi, bu görək nələr gətirib bizə. 17 yaş. Yox, bunu yine. Üf, nə qəşəng gətirib bu. Amma bu qəşəng gətirib bunu. Bunu götürək dostlar. Bu deyir o sezondan gəlir. 800 verəcəm. Qəbul eləmədi. Görsün dostlar, gəlişir deyə bunlar da qəbul eləmir. 900 qəbul elədi. Xoş gəldin oyunçumuz Fənərə. Gözün dostlar deyək. Görsün dostlar, deyir bu sezon 77-yəcən yüksələ bilər. Bu qalsın, heç bir zararı yoxdur. Bu 62'liyi satacağım, geçsin Ribery'i. Bunlar elə belə oyuncu dostlar. Konya götürdü. Gogotusun ve bizim Şampiyonlar Ligi maçımız. Birinci Marsilya göre Şampiyonlar Ligi'nde kim var? Galatasaray var, o direkt yüksəlir olsa elədi. O Qarabağ çıxamayıb deyəsən yenə Şampiyonlar Ligi'ne. Yox dostlar. Fener Galatasaray var, bunlar ikisi. Galatasaray Juventus'tan oynayacaq. Ve ilk Şampiyonlar Ligi maçı başladı. 3-2 uduzluq. Galatasaray bərabərə qalıb. Olsun olsa ilk Şampiyonlar Ligi'dir. Heç nə olmaz. Kayseri'ye karşı Türkiye Kuboku. 2-0. Keçdi, Kayseri'nin yuxarı cavab oyunu olacaq. Galatasaray bizlə oynayacaq ki. Ha, derbi dostlar. Osimhen yine Galatasaray'dadır. Bu Osimhen'i niye satmırlar? Ben başa sanmıram. Nəncə Barcelona'da da almır. Çünki Osimhen bizə çox problem ola bilər, o gördürəm. Qəşəng yenə utduq. Bravo uşaqlar, bravo. Bu həftənin görsən şampiyonu biz olacaq. Beşiktaş da gəlir. Kubok maçın cavabı. 1-1 olsa keçdik direkt. Çox qəşəng gedir ligdə. Belə də geçsək məncə sezon sonundan şampiyon ola bilərik. 5-0. 11'də 11 ilə gedirik özdə. Və sıradakı Şampiyonlar Ligi rəqibimiz. Bunlar necə Şampiyonlar Liginə gəlib çıxa biliblər? Galatasaray'da Nice ilə oynayacaq. Və biz 3-0 rəqibi dəvirə bilmişik. Galatasaray tutub. Biz 16-cılıq olduq, 16'ya çıxdıq. Göztepe 2-0. 3-0 utduq. Galatasaray tutub. Amma Galatasaray 3-cüdür. O işimizə yarayır. Və Manchester. Türk Kenan Yıldız'ı alıblar. Nəcəb? Kenan Yıldız'ı transfer ediblər. Çox ağır maç olacaq bizim üçün. Özə səfərdə oynayırıq. 1-0. 2-1 uduzluq. Kenan Yıldız 46-cı dəqiqədə çıxıb elə. Galatasaray Marsilya ilə bərabərə qalıb. Galatasaray 10-cudur.
Qəşəng gedirlər Şampiyonlar Liqində. Kasımpaşa'ya qarşı 6-1 darmadağın. Galatasaray tutub Beşiktaş. Oyunçumuza təklif var. Aşağı səviyyədəki oyunculara təklif olsa sataram. 76'lığa dostlar 2K fazladan verir. Mən o satım görəsən. Olsa vardı elə bir ki. O satak geçsin dostlar, həm də yer tutur elə bir ki. Götür apar, olsa bu düşüşdədir 100%. Satdıq dostlar, getdi. Fermin Lopez'i kiralaya bilərik. Amma öncəliyində sarı kart görən oyuncumuz var. Çıxardaq bunu qoyaq. Fermin Lopez'i kiralaya bilərik. Bu deydi o. Ha, bu idi, yox bu. Gələn sezonacam Barcelona, o ver bizə sən. Və bəli, ikinci kiralıq oyuncumuz gəldi. Xoş gəldi. Buradan qoyuruq ilk 11'ə. Bu qocalı belə qoy bizə də əməkli olsun, heç nə olmaz. Beşiktaş'a qarşı. Bu kim istəyir? Sən 50 ver apar, 50. Zeleyindən sən düşdün. Get. Satmayacaq. 2 dənə kiralıq oyuncumuz var. Beşiktaş'a qarşı. Və 2-0, 3-1 utduq. Galatasaray da arxamızdan gəlir. Roma'ya qarşı təhlükəli rəqib. Salah dostlar bu arada bu sezonun axırında gedəcək. Görüm Salah'ın nə qədər qiyməti var. Baxmaq olmur. Görsən neçə yaşı var Salah'ın, buradan bilmək olur. 36 yaşı var. Futbolu buraxmır hələ ki. Olsa bu sezon sonunacan bizdədir. Roma rahat tuta bilər uşaqlar. 2-2. 4-3 uduzluq, heç nə olmaz. Qalsaydı bu arada sonunculuğa üzü çatırıq. Uşaqlar qalibiyyət lazımdır Şampiyonlar Liqində. Kasımpaşa. Konya. Galatasaray Dudu da gəlir. Aston Villa. Belə də bəlkə o da bildik. Salah, sən də bir şey elə Salah. Qəşəng. Salah 2 dənə qol atdı. Qəşəng uşaqlar və 4-0 utduq. Galatasaray bərabərə qalıb Interlə. Interdə Hakan Çalhanoğlu var. Samsun'un lan kadrosu elə belə getməyəcəm. 19-cu 9. İndi qalan maçlar Ududa geçsək, bəlkə də dostlar ilk 8-yə qala bilərik. Ududa geçsək qalan maçları. Ayda tabulara yaxşı xal ehtiyatımız var ha. Yoxsa indi ikinci idi yenə. Yaxşı xal ehtiyatımız var. Dostlar yeni artıq yapıdan çıxartdığımız oynadacağım. Görüm nə qara biləcək Gaziantep maçında. Gaziantep geçen sezon bizim şampiyonluğumuzu engellemişti. İntikam zamanıdır. İntikamımızı aldık. Dostlar bu arada yapıdan çıxartdığımız oyuncu 7.7 ile oynayıb. Galatasaray Rize'ni udub. Və Zagreb. Dinamo Zagreb. Və buradan da gəldi. Dostlar bu arada videonun gecə vaxtı çəkirəm. Zagreb'e qarşı Galatasaray kimlə oynayır? Real Madrid'lə. Özdə səfərdə oynayır. 3-0 darmadağın eləyədi Zagreb'i. Galatasaray 5-1 uduzub. İlk 8-yi 12 xalı olub 200. Olsun olsun. Biz qalan maçları Ududa geçsək uşaqlar. Qala bilərik ilk 8-yə.
2-0 dostlar. Dostlar videonu burada bu maçı oynayıb bitirəcəm. Ya elə burada bitirirəm. Ya yox bunu oynayaq. Çaşdım özümdə. Bunu oynayaq hələ ki. Bu takımın hali nədir belə? Çox düşük oynadıq. Hə. Rize maçında oynayıb dostlar videoyu bitirirəm. Bərabərə qalmayaq. 3-1 qəşəng. Dostlar gördüğünüz kimi ligdə birinci gedirik. Galatasaray ikinci, Beşiktaş üçüncü, Samsun dördüncü, Trabzon beşinci, Başakşehir altıncı. Hələ ki yaxşı gedirik ligdə. Sizə nətər olacaq dostlar? Ligdə şampiyon ola biləcəkmi? Fikirlərinizi yorumlara yazın. Salah ligdə gol krallığıyla asist krallığında da var. Şampiyonlar Ligi'ndeki sıradaki rəqibimiz Ajax. Ajax'ı məncə rahat qoda bilərik. Buradan bunları qoyaq. Sən çıx. Bunlardan sən çıx. Все, yaxşıyıq. Hər nəysə dostlar, gördüyünüz kimi bu sezon düz 2 dənə kiralıq oyuncu gətirdik. Yox, bu sezon bu sezonda 2 dənə kiralıq oyuncu gətirdik. Salahla Fərmini gətirdik, Lopesi. Kadromuzun dəyəri dostlar 300 min demək olar ki, Barcelona maçı da olacaq 4-cü bölümdə deyəsən. Hər nəysə dostlar, sağ olun, salamat qalın.